Damla Nəşriyyatı, 2-ci sinif məntiq, beyin gimnastikası kitabı, səhifə 42, sual 4. Bu sualımız şifrələr bölməsinə aiddir. Gördüyümüz kimi bizə 2 sütun təqdim olunmuşdur. Birinci sütunumuzda hərflər, ikinci sütunumuzda isə ədədlər verilmişdir. Biz hansı hərfin qarşılığının hansı ədəd olduğunu tapmalı və bunun nəticəsində A və D hərflərinin qarşılığı olan 2 ədədi müəyyən etməliyik. Birinci sütunumuzda 2 ədəd Z hərfi mövcuddur. Bu deməkdir ki, ədədlərin olduğu hissədə də 2 eyni ədəd olmalıdır. Bu 5 ədədidir. Yəni, verilmiş Z hərfinin qarşılığı 5 ədədidir. Bizdən tələb olunan hərflər sırasında, yəni A və D hərflərində olduğu üçün və Z burada olmadığı üçün bu deməkdir ki, 5 ədədi də olmamalıdır. Yəni, Z-nin qarşılığı 5-dir. Biz bəndlər sırasında 5 ədədinin olduğu bəndləri doğru cavablardan çıxarırıq. Geriyə yalnız A bəndi qalır, amma biz A bəndini doğru cavab kimi qeyd etməzdən öncə həqiqətən də onun doğru olub olmadığını yoxlamalıyıq. Bunun üçün yenə də biz qaydırıq öz misalımıza. Burada gördüyümüz kimi A hərfi həm birinci sütunda var, həm də ikinci sütunda var. Və başqa elə bir hərf yoxdur ki, həm birinci, həm də ikinci sütunda mövcud olsun. Ədədlər olan hissədə isə həm birinci, həm də ikinci sütunda olan ədəd 3 ədədidir. Deməli, A hərfinin qarşılığı 3-dür. Bizə verilən hərflər arasında A hərfi birinci yerdə olduğu üçün biz 3 ədədini birinci hissəyə yazırıq. Və hal-hazırda biz yalnız bir hərfi müəyyən etməliyik. Bu da D hərfidir. Amma biz D hərfini müəyyən edə bilmərik. Ona görə ki, görürük ki, ikinci sütunda 3 müxtəlif hərf var. D, R və T hərfləri və buna qarşılıq olaraq 3 müxtəlif ədəd var. Yəni, biz hansı ədədin, hansı hərfin qarşılığı olduğunu tapa bilmərik. Ona görə də bir doğru bəndimiz olduğu üçün və bu bəndin ilk ədədinin doğruluğunu yoxladığımız üçün, yəni 3-ə bərabər olduğu üçün, deməli, digər hərfdə 6 ədədini ifadə edir. Yəni, doğru cavab A bəndi. Daha çox video yükləməyimizi istəyirsinizsə, kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın.